Hər birinizi salamlayıram əziz və dəyərli şagirdlər. Bugün sizinlə pullar mövzusunda kiçik summativ qiymətləndirmə izahına baxacağıq. Baxaq birinci suala. Təsvir olunmuş pulları onluq kəsir vasitəsilə manatla ifadə edin. 3 dənə 20 qəpik, 60 qəpik və 65 qəpik. Onluq kəsir şəklində 0,65 manat. Daha sonra 8 manat 25 qəpik, 8 manat 25 qəpik. 8,25 onluq kəsir kimi ifadə olunur. Daha sonra 15 manat 30 qəpik, 15,3. İkinci sual. Qiyməti 4 manat 50 qəpik olan test vəsaitindən 4 ədəd alan alıcı nə qədər pul ödəməlidir? 4 manat 50 qəpiyi vuracaq 4-ə. 18 manat bizim cavabımızdır. C variantı. Burada vergülü bura qoysaq uşaqlar, sıfırın artıq bir mənası olmayacaq. Cavab olacaq 18. Üçüncü sual. 3 eyni köynəyə 45 manat ödənibsə, bir köynək neçə manatdır? Təbii ki, 45-i böləcək 3-ə, cavab eləyəcək 15 manat. A variantı. Dəyişən xərclərin qarşısında plus, dəyişməyən xərclərin qarşısında minus yazın. Bildiyimiz kimi uşaqlar, xərclər dəyişən və dəyişməyən olaraq iki qrupa ayrılır. İndi baxaq dəyişən xərclər hansılardır? İstirahət və nəqliyyat xərci dəyişə biləndir. Geyim aksesuar xərci dəyişə biləndir. Ərzaq xərci də dəyişə biləndir. Kommunal xərc dəyişə biləndir. Ola bilər ki, bu ay işıqdan, qazdan çox istifadə eləyərik, gələn ay az istifadə eləyərik və bundan asılı olaraq da məbləğ dəyişəcək. İnternet xərci isə hər ay standart olaraq standart qiyməti olan bir xərcdir və dəyişməz olaraq qalır. Növbəti 5-ci sual. 2 kvadrat və 1 dairəni yan-yana düzməklə ornament düzəldilir. Deməli, 2 dənə kvadratdır, bir dənə isə dairə. Əgər bu ornamentdə 8 dairə istifadə olunubsa, neçə kvadratdan istifadə olunar? Uşaqlar, əgər bir dairəyə 2 dənə kvadrat düşürsə burada, 8 dənə dairəyə neçə kvadrat düşər? Buna görə də 8-i vuracaq 2-yə, olacaq cavab 16. D variantı. 6-cı sual. Boşluqlara uyğun ədədləri yazın. 1 manat 205 qəpik. Uşaqlar, bildiyimiz kimi 1 manat 100 qəpikdirsə, 200 qəpiyimiz də olacaq 2 manat. 1 manat üstəgəl 2 manat. 1 manat üstəgəl 2 manat olacaq 3 manat. Onluq kəsir şəklində yazsaq 3 manat 5 qəpik. Yəni 3,5. 2 manat 103 qəpik, 2 manat üstəgəl 1 manat olacaq 3 manat 3 qəpik. 3,3. 5 manat 250 qəpik olacaq 5 manat üstəgəl 2 manat. Çünki axı 1 manatımız 100 qəpikdir. 250 qəpikdə neçə manat olacaq uşaqlar? 2 manat. Cavabımız 7 manat 50 qəpik. 7,5. 7-ci sual. 100 manat pulu 10 manatlıqlarla əvəz etmək üçün neçə 10 manatlıq lazımdır? Təbii ki, uşaqlar, 100-ü bölürük 10-a, cavab elə 10 eləyir. Cavabımız oldu 10. Taxtanı 3 bərabər hissəyə bölməyə 6 dəqiqə sərf olunur. Uşaqlar, bir dənə taxta çəkirik. Bölürük 3 hissəyə. 3 hissəyə bölmək üçün mən neçə dəfə kəsdim? 1 dəfə, 2 dəfə kəsdim. Deməli, 3 bərabər hissəyə bölmək üçün 2 dəfə kəsdim. Nə qədər vaxtım getdi? 6 dəqiqə vaxtım getdi. Deməli, 2 kəsimə 6 dəqiqə vaxtım getdi. 1 kəsimə neçə dəqiqə vaxt sərf olunur? Deməli, 6-nı böləcəyik 2-yə, cavab eləyəcək 3. 1 kəsimə 3 dəqiqə vaxt lazımdır. B variantı. Hansı ədədi 3-ə vurub hasildən 10 çıxdıqda 17 alınır? Hansı ədədi uşaqlar bilirikmi? Bilmirik. X götürdük. Hansı ədədi 3-ə vurub hasildən 10 çıxdıqda cavab 17 alınır? Baxaq. Nədən 10 çıxsa uşaqlar 17 alınır? 27-dən. Deməli, hasilimizin cavabı, yəni x vurulsun 3 bərabərdir 27-yə. Nəyi 3-ə vursam 27 eləyər? 27-ni böləcəm 3-ə, x-imiz də bərabər olacaq 9-a. Cavabı tapdıq. Bu hansı ədəddir? 9 ədədi. 10-cu sual. Biri digərindən 4 dəfə böyük olan 2 ədədin cəmi 240-dır. Yenə də uşaqlar, əgər məsələni həll eləyə bilmiriksə, yeni x qoymaqla rahatlıqla həll eləyə bilərik. 2 dənə ədəd. Birinci ədəd, ikinci ədəd. Biri digərindən 4 dəfə böyükdür. Bu ədədlər hansılardır bilirikmi? Xeyr, bilmirik. Götürdüm, birinə x qoyuram. Biri digərindən 4 dəfə böyük. Bu əgər x-sə uşaqlar, bu da ondan 4 dəfə böyük olacaq. 4 vurulsun x, yəni 4x. 2 ədədin cəmi 240-dır. İndi bu ədədləri toplayıram. X üstə gəlinsin 4x bərabərdir 240. Bir dənə x üstə gəl 4 dənə x necə eləyir? Yəni 5x bərabərdir 240. 5-i neçəyə vursam 240 eləyər uşaqlar. Bunun üçün 240-ı bölürəm 5-ə. 5-ə böldükdə cavab
4, 8. 48 alınır. Deməli, x-ımız tapdıq ki, 48-dir. X-ımız oldu 48. Deyir ki, bu ədədlərdən böyüyü neçədir? Böyüyünü tapmaq üçün biz 4-ü vuracaq 48-ə. Cavab eləyəcək. 192 D variantı. 5 dost bir-birinə şəkillərini hədiyyə edir. Bunun üçün neçə şəkil lazımdır uşaqlar? Baxaq. 5 dənə dost A, B, C, D, Y. Bunları bu şəkildə adlandırıram. Bir-birinə şəkillərini hədiyyə edir. Bunun üçün neçə şəkil lazımdır uşaqlar? Baxın. A dostu öz şəklini verəcək B-yə. Daha sonra verəcək C-yə. Daha sonra D-yə. Daha sonra Y-yə. Bu bizim A dostumuzun şəkilləri. Keçirəm B dostuna. B dostu öz şəklini verəcək A-ya. Daha sonra C-yə. Daha sonra D-yə və sonda Y-yə. Bu B dostunun şəkilləri. İndi baxın uşaqlar. Bir dost neçə şəkil lazımdır bir dosta? Neçə şəkil lazımdır? 1, 2, 3, 4. Bir dosta 4 şəkil lazımdırsa uşaqlar. 5 dənə dosta neçə şəkil lazım olacaq? 4-ü vuracaq. 5-ə cavab olacaq 20. C variantı. 12-ci sual. Bir albomun qiyməti 16 manat. Bir dənə albomdur uşaqlar. Qiyməti 16 manatdır. 2 boyanın qiyməti isə 8 manatdır. 2 boya 8 manatsa 1 boya neçə olar? 8-i böləcəyik 2-yə, cavab 4 manat. Deməli, 1 boyanın qiymətini də tapdıq ki, 4 manatdır. 2 albom almaq üçün lazım olan pula neçə boya almaq olar? 2 albom alsam mənə nə qədər pul çıxar? 2-ni vuracaq 16-ya, cavab eləyəcək 32. Deməli, 32 manat pulum çıxar. Daha sonra deyir ki, bu pula neçə boya almaq olar? 32-ni, boyanın da qiyməti 4 manat olduğu üçün 32-ni bölürəm 4-ə, cavab eləyəcək 8. 8 dənə boya ala bilərəm uşaqlar. 13-də onluq kəsirlə yazaraq cəmi hesablayın. 7 manat 30 qəpik olacaq. 7 tam onda 3. Uşaqlar 7 tam %30 şəklində də yaza bilərik. Bu sıfırı silə də bilərik. 7 tam onda 3-ün üzərinə gələcək 1 manat 10 qəpik. Yəni 1 tam onda 1 bərabərdir. 8 tam onda 4. 8 manat 40 qəpik. İkinci sualda 5 manat 63 qəpik. 5 manat 63 qəpik. Üstəgəl 3 manat 20 qəpik. 3 tam onda 2 bərabərdir. 8 tam %83. Yəni 8 manat 83 qəpik. Daha sonra 20 manat 35 qəpik. 20 tam %35. Üstəgəl 10 manat 40 qəpik. 10 tam onda 4 bərabərdir. 30 tam %75. Yəni 30 manat 75 qəpik. Daha sonra 30 qəpik. Yəni 30 qəpik necə yazılacaq? 0 tam onda 3. 2 manat 15 qəpik. Üstəgəl 2 manat 15 qəpik. Yəni 2 tam %15. Üstəgəl 2 manat eləcə 2 bərabərdir. 4 manat 45 qəpik. 4 manat 45 qəpik. Yəni 4 tam %45. 18 manat 71 qəpik. 18 manat 71 qəpik. Üstəgəl 11 manat 20 qəpik. Bərabərdir. 29 manat 91 qəpik. Yəni 29 tam %91. 14 manat 4 qəpik. 14 manat 4 qəpik. Uşaqlar, burada çox vaxt səhvə yol verirsiniz. Əgər biz bunu 14,4 şəklində yazsaq, bu 14 manat 40 qəpik deməkdir. Uşaqlar, bu sıfır silsək bu olacaq 14 manat 40 qəpik. Amma bizdən istəyir ki, 14 manat 4 qəpik. Ona görə 14 manat 4 qəpik 14 tam %4 şəklində yazılır. Yəni 0 ilə yazılır. Üzərinə gələcək 4 manat 14 qəpik. 4,14 bərabərdir 18 manat 18 qəpik. Yəni 18 tam %18. Baxaq 14-cü suala. Qiyməti 900 manat olan planşetin %20 hissəsi ilkin olaraq ödənilibsə, ilkin ödəniş nə qədər olub? 900-ün %20 hissəsini tapacaq. %20 hissəsini tapacaq. Bunun üçün nə edirik? Əvvəlcə məxrəcə bölürük, daha sonra surətə vururuq. Məxrəcə böldükdə uşaqlar %2 dənə sıfırımız var deyə 900-də də 2 dənə sıfırımız silinir. 9-u 20-yə vurduqda cavab eləyəcək 180. İlkin ödənişimiz nə qədər olub? 180 manat B variantı. Qalan sualların izahını isə növbəti videoda paylaşacağım. Ümid edirəm ki, sizin üçün faydalı olar. Sağ olun.